Ölümündən 33 il sonra milli qəhrəman adı verilən müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisi Vaqif Qurbanov. O 1967-ci ildə Bakıda doğulub. Vaqif Qurbanov Qarabağ münaqişəsinin alovlandığı bir vaxtda keçmiş Sovet aviabazasından Su-25 təyyarəsini qaçırmaqla tarixə düşüb. Həmin hadisə 1992-ci ilin 8 aprel tarixində baş verib. Şuşanın işğalı günündən sonra Vaqif Qurbanov bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb və düşmən mövqelərinə çoxsaylı zərbələr endirib. Təyyarə ilə həmin il iyunun 13-də Qarabağ səmasında Ağdamlı Şellik kəndi yaxınlığında ermənilər tərəfindən vurulub. Lakin cəsur pilot haqqında uzun illər xəbər çıxmayıb. Yalnız hadisədən 7 il sonra Vaqif Qurbanovun Qarabağ uğruna gedən döyüşlərdə həlak olduğu barəsində ailəsinə məlumat verilib.